Salam əziz izləyicilər. Suallar yazırlar mənə. Usta, mənim paltaryuyanım işləmir, nədən olar? Təbii ki, usta ekstrasens deyil. Hər halda nəsə bir sualda və nəsə bir məlumatlar olmalıdır ki, mən güman eləyim ki, bu nədən ola bilər, nədən olmaz. Amma bunu da verə bilmək üçün gərək insan özü bilsin paltaryuyan nədir, necə işləyir, hansı hissələri var. Ona görə qərar aldım ki, bu hissələr haqqında bir dənə video çəkim. Necə işləyir, hardan başlayır, harda qurtarır. İndi bilmirəm nə dərəcədə aydın və yetərli alınacaq, hər halda cəhd eləyək. Deməli, paltaryuyan qoşulan kimi onun ekranında işıqlanma olur, müəyyən siqnal lampaları yanır və qoşuruq. İşləyir ya işləmir. Əgər tutaq ki, işıqlar yanmırsa, heç nə tam səssizlikdirsə, bu qida gərginliyi ilə bağlı ola bilir. O da şnurdan olar, vilkadan olar, rozetkanın özündə tutaq ki, gərginlik yoxdur. Çox müxtəlif səbəblərdən. Beynin özünün problemi olar, o açarın problemi olar, o qoşulmaz. Bu artıq özü böyük bir müəmmadır ki, niyə işıqlanmır, niyə ekran açılmır. Tutaq ki, ekran açılır, su gəlmir, su götürmür. Ondan ötürü bilmək lazımdır ki, su necə, hardan gəlir. Ondan ötürü beyin komanda verməlidir. Bax, burada 3 dənə klapan var, elektromaqnit klapan. Bax, klapanlar elektromaqnit klapanlar adlanır. 2 də ola bilir, 3 də ola bilir. Daha çox 2 olur. Bax, bu şlankdır. Krandan gəlir, su kranından. Gəlir, daxil olur bura, bu klapanların girişinə. Beyindən komanda gəlir, bu klapanları açır, hər kəsi öz vaxtında. Öz vaxtında açılıb və bağlanır. Bunu da beyin idarə edir, plata idarə edir. Oradan keçən su gəlir bura, paraşok qabına. Paraşok qabına su gəlməlidir, dolmalıdır. Gəlir, paraşok qabından adlayır, keçir. Bax, bu qara qarmaşqa şlank var, orada görürsünüz. O şlankla axır baka. Bax, bu plastik bakdır. Bu ballast yüküdür, bu titrəməni azaltmaq üçün belə yük bağlanır. Biri də aşağıda var. Su dolur, müəyyən səviyyəyə çatanda barabanın içində presostat işə düşür. O səviyyəyə çatanda presostat işə düşür. Bax, bu qara presostatdır. Bax, bu işə düşür, beyinə komanda verir ki, baka su dolubdur, artıq dayandır. Beyin elektromaqnit klapanı işə salır və dayandırır suyun daxil olmasını. Amma bu məsələlərə qədər ilk anda nə baş verməlidir? Bu lük var, bunun qapağı bağlı olmalıdır. Əks halda su dolmayacaq. Bağlı olmasını da həll eləyir. Bax, bu kilit deyilən bir şey bağlanır bura. Bu hissəyə bağlanır. Mən açmışam bu krışkadan. Və orada kontaktlar var. Temperaturla idarə olunan kontaktlar var. Qızmada kontaktın birini aralayır, digərini qoşur.
relé kimi переключение verir də keçirir cərəyanı ötürür beyinə. O xarab olanda qoşulmur. Əgər o xarab deyilsə, dediyim kimi su daxil olur, barabanda olur, presostat onu komanda verir, daha su bəsdir, dolubdur, suyu dayandır, su dayanır, sonra motor fırlanır. Sağa fırlanır, sola fırlanır və bir uzun bir əməliyyat yerinə yetirir. Onun artıq siz təlimat kitabçasından öyrənməlisiniz, bilməlisiniz nə cür olur, hansı proqram necə işləyir. Onunla da mütləq tanış olun. Yarımçıq qalırsa, xəta kodu çıxmalıdır. Xəta kodu çıxırsa, baxmalısınız yenə kitabçada o kod nə deməkdir. Kod üçün yazır, tutaq ki, presostat problemidir, yaxud artıq yükləmə problemidir, paltar çox yüklənir məsəl üçün, ya motor problemidir, ya nə bilim nə problemidir. Və bütün bu problemi də araşdıra bilmək üçün təbii siz bilməlisiniz ki, o elementlər, o adı çəkilən, o xəta kodunda adı çəkilən elementlər nə işə baxır, harda yerləşir. Buna görə mən bugün qərar verdim ki, belə bir tanışlıq videosu çəkim. Gördüyünüz kimi bu Vestel'dir. Bunun arxa divarı bağlıdır, arxadan açılmır bu. Qabaq ön divarı, ön krışqası açılır. Bunun özü də heç də yaxşı iş deyil. Bunun konstruktoruna bir pambıq medal düşür. Çox yöndəmsiz bir qərardır. Sonra bu baraban təbii ki, fırlananda titrəmə yaranır, yellənir. Ona görə bax, burada yay var. Gördüyünüz kimi, bax, bu yaydır. Bir beləsi də bu tərəfdə var. Bu yaylardan sallanır. Altda isə amortizatorlar var. Amortizatorlar biraz göstərmək çətindir. Nəvəmin velosiped icazə versə, bu tərəfdə göstərərəm. Haradaydı bu? Bu da ustaların köynəyinin yanında. Bax, amortizatorda belə bir şeydir, bax. Belə bir şey. 2 dənə amortizator olur. Bakın altında. 2 dənə amortizator. Buradan görünməyə çətindir, ona görə kənarda göstərdim. Amortizatorlar köhnələ bilir. Köhnələndə yumşalır, yaxşı işləmir, öz funksiyasını yetərincə yerinə yetirmir və nəticədə paltar yuyan otağı gəzə bilir. Qaçır o üzə, bu üzə. O qədər silkələnmə olur. Amortizatorlar təmir edilə biləndir. Mənim bir videom var, onun təmirinə dair axtarıb tapa bilərsiniz. Burada bu həm də paltarı quruda bilən maşındır. Bax, bu görürsünüz, fen deyə bilərik buna, fen. İsti havanı vurur. Bax, bu plastikin içi ilə vurur bura, baka vurur. Bakdakı paltarları isti hava ilə qurudur. Bax, prinsipcə bütün bunlar yetərli ola bilər, bu danışdıqlarım. Əsas hissələrlə tanış olduq da. Əsas hissələrlə tanış olduq. İnşallah bu başım açılsın, bağ-bağa düşündən. Bu təmirini gözləyir. Biraz işlərim azalanda bunu təmir edib bir videosunda çəkmək planımda var. Siz də abunə olun, olmayanlar. Abunə olmuşlar hərdən bir rəydə bir xoş söz yazsınlar.
Bu mənim istəyimdir də, arzumdur. Yazmaya da bilərsiniz, məcbur eləmirəm, amma yazsaz mənim üçün xoş olar. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşərik.